Vəfa qızım, yaxşısan. Hiss edirəm ki, mənə nəsə demək istəyirsən, amma çəkinirsən. Buyur, de. Hakim bəy, əslində sizə bir söz deməliyəm. Amma bilmirəm, bunu deməyim nə dərəcədə doğrudur. Sadəcə bilirəm ki, deməliyəm. Buyur, eşidirəm səni. Peki deyirəm, yarımçıq qalan söhbətimizi davam edəyik. Həm də bizim aramızda olan məsələni kökündən həll eləyək də bir dəfəlik. Bir dəfəlik başa düş, biz deyə bir şey yoxdur. Nə də bizim aramızda nəsə yoxdur. Murad, Nigar, sakit ol. oğlumu mənə qarşı öyrədirsən. Sonra da deyirsən ki, mən nə elədim? Nigar, mən həmişə sənə yanında olmuşam. Amma sən bir dəfə başını çevirib mən tərəfə baxmadın. Sənin məqsədin nədir, hə? Sən hərəkət eləmədin, sənin əvəzin mən elədim. Nədir? Demişdin ki, ayrılacağam. Amma hələ də ayrılmamısan. Sizin ümumiyyətlə ayrılmaq fikriniz də yoxdur.